Aparıcı Mətanət Əlverdiyevanın bu fikirləri əslində illərdir səssiz şəkildə müzakirə olunan bir mövzuya yenidən gündəmə gətirib. Böyük səhnə ilə toy səhnəsi eynidirmi? Onun elə xalq artistləri var ki, toyda oxuyanda adamın yuxusu gəlir deməsi sərt səslənsə də burada toxunulan məqam maraqlıdır. Çünki xalq artisti adı sənətkarın peşəkarlığını, səsini, sənətə xidmətini təsdiqləyir. Amma toy məclisi tamam fərqli bir mühitdir. Orada təkcə səs yox, enerji, repertuar seçimi, auditoriya ilə ünsiyyət, hətta səhnə davranışı böyük rol oynayır. Toy canlı, emosional və interaktiv mühitdir. Məclisə gələn insanlar konsert dinləməyə yox, əylənməyə gəlirlər. Onlar bəzən klassik ifadan çox ritm, dinamika və emosional coşqu istəyirlər. Böyük səhnədə muğam və ya lirika ilə tamaşaçını heyran edən sənətkar toyda eyni effekti yarada bilməyə bilər. Bu isə onun zəif sənətkar olması demək deyil, sadəcə format fərqlidir. Digər tərəfdən bu fikir müəyyən narazılıq da doğura bilər. Çünki xalq artistləri adətən sənətin daha yüksək estetik səviyyəsini qorumağa çalışır və hər məclisdə meyxana tipli və ya sırf oynaq repertuara keçməyi özlərinə uyğun hesab etməyə bilərlər. Onlar üçün sənətin səviyyəsi əsasdır, məclisin tempi yox. Bu baxımdan bəzən toy auditoriyası ilə sənətkarın estetik baxışı üst-üstə düşmür. Mətanət Əlverdiyevanın dediyi əsas cümlə isə budur. Məclisdəki cəmaatı ələ almaq bir başqadır. Bu şou biznesdə çox vacib bacarıqdır. Bəziləri üçün səs tanrı vergisidir, amma auditoriyanı idarə etmək ayrıca istedaddır. Hər böyük vokalçı yaxşı şoumen olmur. Burada maraqlı sual yaranır. Sənətkar toyda öz səviyyəsini qoruyaraq auditoriyanı ələ almalıdır, yoxsa məclisin tempinə uyğunlaşmalıdır? Bəlkə də ən uğurlu model bu ikisinin balansıdır. Həm sənətkar keyfiyyəti, həm də məclis enerjisi. Məncə bu mövzu sənətkarın dəyərini azaltmaq üçün yox, sənət formatlarının fərqini anlamaq üçün müzakirə olunmalıdır. Çünki xalq artisti olmaq böyük zirvədir. Amma hər zirvə, hər mühit üçün uyğun olmaya bilər.